Allah ağlımızı elimizden almasın inşallah. Allahümme inna nes'eluke ve ned'uk bismikel azimil azam el azzil ecellil ekrem ve bil Hüseyin ya Allah 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma, şəri olan hacətlərimizi rəva elə, bütün xəstələrə şifa mərhəmət elə, izzətin xatirinə izzətimizi əlimizdən alma. Tezliklə İmam Hüseyn ağanın Kərbəlada məzarının ziyarətini bütün arzusunda olanlara bizə qismət elə. Qiyamət günü İmam Hüseyn ağanın şəfaətindən bizi binəsib eləmə. Sən and verirəm, izzət-i cəlal və izzətimizi əlimizdən alma. İslama, müsəlmanlara, bu xalqa xidmət eləyənləri müvəffəq elə, xəyanət eləyənləri zəlil elə. Şəhidlərimizin müqəddəs ruhun Kərbəla şəhidləri ilə məşhur elə. Onların müqəddəs ruhun bizə duaçı qərar ver. Şəhidlərimizin yanında qiyamətdə bizi xəcalətli eləmə. İzzətin xatirinə bütün xəstələrə, xüsusilə yaralı qazilərimizə, əskərlərimizə, hələ də yaralı olanlar var. Onların hamısında tezliklə şifa mərhəmət elə. İşğaldan azad elədiyimiz torpaqları qorumaqda bizə yardımcı ol. Düşmənlərimizə bir an belə fürsət vermə. Düşmənlərimizin şərlərini öz başlarına qaytar. Sən and verirəm, Peyğəmbər Əhl-i Beyt hörmətinə kimlər ki məndən dua istəyiblər, bizdən dua istəyiblər, hamısının hacətlərini rəva elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Bu əllər ki dərgahıva uzanıb düşmənlərinin qabağında, namərd qabağında açdırma. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs əmmarə şərrindən hifz elə. İmam Zaman ağanın zuhurunu tez elə. Haqqı Muhammedin və alih və bi haqqı surətil mübarəkətil Fatihətə məs-salavat.